Zabitlər öz otaqlarına qaydanda Polozov dedi: "Sənin üçün ayıb deyildimi? Mən çalışırdım ki, qəsdən uduzum. Stol altından da ayağını basırdım. Sənin vicdanın yoxmu?" Axı qarı lap məyus oldu. Qraf çox bərkdən qəhqəhə ilə güldü. Çox gülməli xanımdır. Yaman dilxor oldu. O yenə də qəhqəhə ilə gülməyə başladı. Hətta qabağında duran İohan da başını aşağı saldı. Yana baxıb gülümsədi. Qraf gülə-gülə dedi: "Bu da ailənin dostunun oğlu. Ha ha ha. Doğrudan da yaxşı deyil. Mənim ona hətta yazığım gəldi. Belə də boş söz olar? Sən hələ cavansan. Sən istəyirdin mən uduzum? Axı niyə uduzum? Naşı olanda mən də uduzmuşam. 10 manat. Qardaş, işə yarar. Həyata açıq gözlə baxmaq lazımdır. Yoxsa həmişə axmaq vəziyyətdə qalarsan." Polozov susdu. Həm də o Liza haqqında təkbaşına düşünmək istəyirdi. Liza ona son dərəcə təmiz, gözəl bir məxluq kimi görünürdü. Karnet soyunub onun üçün hazırlanmış, yumşaq, təmiz yatağa girdi. Karnet pəncərədən asılmış solğun, ay işığı süzülən şala baxaraq düşünürdü. Bu hərbi şan-şöhrət, bu şərəf nə mənasız şeydir. Xoşbəxtlik belə sakit bir yerdə əziz, ağıllı, sadə arvadınla yaşamaqdır. Möhkəm, həqiqi səadət bax budur. Lakin nədənsə bu arzusunu dostuna söyləmədi. Bu kənd qızı haqqında ona heç bir söz demədi. Ancaq o əmindir ki, qraf da bu qız haqqında düşünür. O, otaqda gəzişən qrafdan soruşdu: "Sən niyə soyunmursan? Nədənsə hələ yatmaq istəmirəm. İstəyirsən şamı söndür, mən qaranlıqda da yerimə girə bilərəm." O yenə də otaqda gəzişməsinə davam etdi. Polozov onun sözünü təkrar etdi. Nədənsə hələ yatmaq istəmirəm. Bu axşamdan etibarən o özündə qrafa qarşı daha artıq narazılıq hiss edir. Ona etiraz etmək istəyirdi. Öz-özünə turbinin qarasına deyirdi: "Sənin daranmış başından indi nə kimi fikirlər keçdiyini mən təsəvvür edirəm. Sənin ondan necə xoşun gəldiyini gördüm. Ancaq sən bu sadə, namuslu məxluqu başa düşə bilməzsən. Sənə mina lazımdır. Podpolkovnik epodetləri. Ondan soruşacağam. O qız necə sənin xoşuna gəlibmi?" Polozov ona sarı dönmək istəyirdi, ancaq birdən fikrini dəyişdi. O hiss eləyirdi ki, qrafın Lizaya olan baxışı onun təsəvvür etdiyi kimi olsa, onda qrafla mübahisə etmək imkanı olmayacaq. Bundan başqa hətta onunla razılaşmaya bilməyəcək. Buna gücü çatmayacaq. Çünki qrafın təsirinə düşməyi vərdiş etmişdi. Bu təsir günü-gündən ona daha ağır, ədalətsiz gəlirdi. Qraf furajkasını başına qoyub qapıya yaxınlaşanda soruşdu: "Hara gedirsən?" "Tövləyə gedirəm. Görüm orada hər şey yerindədirmi?" Karnet öz-özünə qəribədir dedi. Lakin şamı söndürdü. Dostuna qarşı mənasız, qısqanc və ədavətli fikirlərini dağıtmağa çalışaraq o biri böyrü üstə çevrildi. Anna Fyodorovna bu zaman xaç vurdu. Adəti üzrə qardaşını, qızını, Pimoçkanı nəvazişlə öpüb öz otağına getdi. O çoxdandır ki, bir gündə bu qədər mütəəssir olmamışdı. Buna görə sakitcə dua da eləyə bilmədi. Mərhum qrafın qəmgin və canlı xatirəsi həm də pulunu udan cavan Frant fikrindən çıxmırdı. Lakin adət etdiyi kimi soyundu, yatağı qabağına balaca stol üstünə qoyulmuş yarım stəkan kvası içib uzandı. İstəkli pişiyi də yavaşca otağa girdi. Anna Fyodorovna pişiyi çağırıb tumarlamağa başladı. Xumarlanan pişiyin xorultusuna qulaq verdi. Ancaq nədənsə yata bilmədi. Düşündü ki, pişik ona mane olur. Pişiyi qovdu. Pişik səssizcə yerə düşdü. Yumşaq, tüklü quyruğunu yavaş-yavaş bulayaraq sobanın üstünə, öz yerinə sıçradı. Bu zaman otaqda döşəmənin üstündə yatan qulluqçu qız keçəni gətirib yerə saldı. Şamı söndürüb qəndili yandırdı. Nəhayət, qız da xoruldamağa başladı. Ancaq Anna Fyodorovnanın gözünə yuxu getmir. Onun əndişəli xəyalı sakitləşmirdi.
Gözlərini yuman kimi qusar gəlib qabağında dayanırdı. Gözünü açıb qəndilin zəif işığında komoda balaca stola, ağ paltara baxanda isə elə bil ki, müxtəlif qəribə şəkillər peyda olurdu. Gah o pərqu yorğan döşəkdə istilik duyur, gah balaca stolun üstündəki saatın çıqqıltısı dözülməz olurdu. Qulluqçu qız da bərk xoruldayırdı. Anna Fyodorowna qızı oyatdı, tapşırdı ki, xoruldamasın. Sonra yenə də qızı, qoca və cavan qraflar haqqındakı fikirləri, preferans düşüncələri xəyalında qəribə halda bir-birinə qarışırdı. Gah qoca qrafla vals oynadığını, özünün dolğun ağ çiyinlərini görür, kiminsə öpüşlərini bu ağ çiyinlərində hiss edirdi. Sonra öz qızını cavan qrafın ağuşunda görürdü. Ustiyuşka yenə xoruldamağa başladı. Yox, indi işlər başqa cürədir. Adamlar da başqadır. O, özünü məndən ötürü oda atmağa hazırdır. Bir də ki, bilirdi niyə. Amma bu, yəqin ki, axmaq-axmaq yatır. Heç bir şey anlamır. Ancaq ona sevinir ki, oyunda udmuşdur. Qadını pərəstlik etmək də yoxdur. O birisi dizləri üstə düşüb deyərdi: "Sən nə istəyirsən? Mən onu eləyim. Bu saat özümü öldürürüm ya başqa bir şey istəyirsən?" Özünü öldürərdi də, əgər mən desəydim. Birdən dəhlizdə yalın ayaq səsi eşidildi. Liza başında bircə yaylıq, rəngi qaçmış halda titrəyə-titrəyə, yüyürə-yüyürə otağa girib özünü anasının yatağına atdı. Anası ilə vidalaşıb dayısının otağına getdi. Ağ koftasını geyindi, uzun sıx hörüyünü yaylığı altında gizləyib şamı söndürdü. Pəncərəni qaldırdı, dizi üstə stulda əyləşib dalğın gözlərini gölə zillədi. İndi göl başdan başa gümüşü rəng almışdı. Vərdiş etdiyi məşğuliyyətlər və maraqlar birdən təsəvvüründə tamam başqa şəkil aldı. Qoca, şıltaq anası, qoca lakin mehriban dayısı, qapı nökərləri, xanım qıza pərəstiş edən kəndlilər, sağılan inəklər, buzovlar, bütün bu dəfələrlə ölən və yeniləşən təbiət, bu təbiətdə onun başqalarına məhəbbəti və başqaları tərəfindən gördüyü məhəbbət ona yüngül, xoş mənəvi istirahət verən hər şey birdən başqa cür göründü. Bunlar hamısı darıxdırıcı və lazımsız şey oldu. Elə bil ki, biri ona demişdi: "Axmaq qız, axmaq qız. 20 il boş-boş işlər tutmusan, kiməsə nə üçünsə qulluq eləmisən, bilməmisən ki, həyat və xoşbəxtlik nədir?" İndi o anlaşılmaz, işıqlı bağa baxaraq düşünür. Əvvəlkilərdən daha artıq bir qüvvətlə bunları təsəvvür edirdi. Bu fikrə səbəb nə oldu? Bu heç də qrafa olan ani sevgidən deyildi. Bunu elə belə də təsəvvür etmək olardı. Əksinə, qraf onun xoşuna gəlmirdi. Karnet onu daha çox məşğul edə bilərdi. Ancaq o səfehdir, fağırdır, nədənsə dinib danışmır. Liza istər-istəməz onu unudur. Kin və acıqla qrafın surətini təsəvvüründə canlandırırdı. Sonra da öz-özünə deyirdi: "Yox, o deyil. Onun idealı çox gözəldir. Bu elə bir idealdır ki, bu gecədə, bu təbiətin qoynunda onun gözəlliyini pozmadan sevimli ola bilərdi. Bu elə bir idealdır ki, onu kobud həqiqətə qovuşturmaq üçün heç vaxt kəsmək lazım gəlməzdi. Əvvəllər onun diqqətini cəlb edə biləcək təklik və insan yoxluğu elə etmişdi ki, Tanrının bizim bir-birimizin qəlbinə qoyduğu sevgi onun qəlbində hələ bakir və sakit idi. İndi isə özündə nəyinsə uzun zaman kədərli xoşbəxtliklə yaşadığını hiss etmişdi. Arabir də sirli qəlbini açaraq onun zənginliyini seyr etməklə zövq almışdı. Buna görə də onda olan hər şeyi düşünmədən bir adama açıb söyləyə bilməzdi. Allah elə eləsin ki, o ölənə kimi bu cüzi xoşbəxtlikdən zövq ala bilsin. Kim bilir, bu daha yaxşı, daha qüvvətli deyilmi? Yalnız bu həqiqi və mümkün olan bir şey deyilmi? O düşünürdü. İlahi, yoxsa mən xoşbəxtliyi və cavanlığı havaya yerə itirmişəm. O daha olmayacaq, heç olmayacaq. Doğrudanmı bu həqiqətdir? O, yüksək, ağ, dalğalı buludlara bürünmüş aya, dövrəsindəki işıqlı göyə baxırdı. Bu buludlar ulduzların üstünə alaraq aya sarı irəliləyirdi.
Yenə öz-özünə dedi: Üstəki ağ bulud ayın üstünü alsa, onda deməli doğrudur. Dumanlı bulud parçası işıqlı dairənin alt yarım hissəsindən ötdü. Yaşıl otlar, cökə ağaclarının başı yavaş-yavaş tutqunlaşdı. Ağacların qara kölgəsi zəiflədi. Sanki təbiətin üstünü alan qara kölgəyə kömək üçün yarpaqların arasında yüngül külək əsdi. Nəm torpağın, çiçəkləyən yasəmənin, şehli yarpaqların ətrini gətirdi. O özünə təskinlik verərək dedi: Yox, bu doğru deyil. Əgər bülbül bu gecə oxusa, onda mənim düşündüklərimin hamısı boş şeydir. Ümidsiz olmaq lazım deyil. O xeyli vaxt kirimiş oturdu. Sanki kişimi isə gözləyirdi. Lakin hər şey yenə işıqlandı, canlandı. Yenə də bir neçə dəfə buludlar aya hücum etdi. Hər şey kölgələndi. O elə-belə pəncərənin qabağında yuxuya getdi. Yuxudan göl tərəfdə cəhcəh vuran bülbülün səsinə oyandı. Xanım qız gözlərini açdı. Yenə də onun qəlbi yeni zövq ilə təbiətin bu sirli ahəngi ilə təzələndi. Təbiət ay işığında çox sakit halda onun qarşısında canlanırdı. O başını əllərinin üstünə qoydu. Üzücü, xoş bir kədər hissi onun sinəsini sıxırdı. Təmin olunmaq arzusu ilə yaşayan böyük, təmiz bir sevginin göz yaşı, təskinlik verən göz yaşı ilə gözləri doldu. Əllərini pəncərənin qırağına qoyub, başını da əlləri üstünə qoydu. Sevdiyi bir dua özü onun dilinə gəldi və o elə gözü yaşlı yuxuya getdi. Kiminsə əlinin toxunması onu yuxudan oyatdı. O oyandı. Ancaq bu əl toxunması yüngül və xoş idi. Kiminsə əli onun əlini bərk sıxdı. Birdən o bunun həqiqət olduğunu duydu. Çığırdı. Cəld yerindən qalxdı. Öz-özünə inandırdı ki, bu pəncərə qabağında duran, üstünə ay işığı düşən adam qrafdır. Otaqdan çıxıb qaçdı.